ChatGPT demək olar ki, gündəlik həyatımızın bir hissəsinə çevrilib. Bu süni intellekt proqramının əhatəsi və istifadəçi sayı günü-gündən artır. Verdiyi cavablar və təklif etdiyi həll yolları bəzən mütəxəssis rəyindən seçilmir desək yanılmarıq. Elə insanları özünə çəkən əsas üstünlüyü də məhz budur. Artıq bu proqramdan təkcə işdə və təhsildə deyil, məişət həyatında da geniş şəkildə istifadə olunur. Kimisi ailəsində baş verən mübahisəni danışaraq kimin haqlı olduğunu anlamağa çalışır, kimisi də maddi sıxıntıdan çıxış yollarını buradan axtarır. İndi ən yaxşısı ChatGPT olduğuna görə daha çox ondan istifadə edirik. Prosta limit var da orada ona görə. Amma belə onun dediklərinə 90% qatılıram. İnsan müxtəlif fikirləri eşitməlidir, qəbul etməlidir. Özü analizi, özü axırda nə lazımsa onu eləməlidir. Hansısa bir məlumatı əldə etmək istədiyim halda elmlə və ya təhsillə bağlı hansısa bir yeniliklərlə bağlı məlumat əldə etdiyim zaman ChatGPT-yə belə müraciət etməyə üstünlük tutarım. Mən daha çox dərslərim üçün istifadə edirəm. Məsələn, bir fikir lazım olanda, referans üçün falan belə. ChatGPT proqram kimi deyil, insan kimi danışır. Şəxslərə səmimi tərzdə müraciət edərkən qarşında birinin olduğunu düşünürsən. Bu isə əlbəttə ki, aldadıcıdır. Mütəxəssislər bildirirlər ki, süni intellekt heç kimi başa düşmür və hiss etmir. Bu sadəcə təhlil edən maşındır və cavabları da adamına görə uyğunlaşdıra bilir. Yəni sadəcə alqoritmdir. İnsanlar insanla danışmağa üstünlük vermir və ehtiyac da duymur. Bu səbəbdən insanlar daha çox özünə qapanır, ətrafdan uzaqlaşır. Pasientlər tanıyıram ki, getdiyi yolu belə, ünvanları belə ChatGPT ilə məsləhətləşir. Nə geyinəcəyini belə orada qərar verir. Yəni istifadə etmək olar. Məsələn, mütəxəssislər üçün beynəlxalq protokolları öyrənməyə və başqa bir sahələr üçün yaxşıdır. Yəni yeniliklərlə tanış oluruq. Amma sırf bütün həyatımızı onun üzərində qurmaq əlbəttə ki, özünə qapanmalara, depressiyalara, aqressiyaya gətirib çıxarır. Hətta ChatGPT bəzi vətəndaşlar üçün həkim rolunu da oynayır. Belə ki, artıq insanlar xəstəliyin simptom və müalicə üsulunu ChatGPT-dən öyrənməyə çalışırlar. Hətta analizlərin cavablarını süni intellektə həvalə edib, müalicə və dərman preparatlarını istəyənlər də var. Həkimlər bu yerdə xüsusi bir məqama diqqəti çəkirlər. Dərman istifadəsi zamanı dərmanın dozası xəstəyə məxsus doza ayarlanır. Onun kilosu, yaşı, boyu bunlara baxılır və yaxud da ki, digər xəstəliyi varmı, digər dərman istifadələri varmı, bu dərmanların bir-biri ilə hər hansı bir qarşılıqlı təsiri varmı, bunlara baxılaraq dərman istifadəsi yazılır və bəzən hamilələrdə, uşaqlarda ya da yaşlı xəstələrdə bəzi dərman istifadələri göstəriş olur, bəzilərinin əks göstəriş olur. Bunları nəzərə almaq lazımdır. ChatGPT-də bu özəllik yoxdur. Bir sözlə, bəzən insanlar süni intellektə elə aludə olurlar ki, onun səhv deyə biləcəyini ağıllarından belə keçirmirlər. İnsanın süni intellektin verdiyi məlumata inanaraq qərarlar verməsi həyatı üçün çox böyük təhlükəyə səbəb ola bilər.